Azərbaycan ilk və yeganə ölkədir ki, iş təcrübəsi olmayan, heç yerdə işləməyən insandan işə getmək istəyəndə, işə soruşmaq istəyəndə ki, mənim aid iş var, soruşurlar ki, səndə təcrübə var, sənin nə təcrübən var? Yəni siz gərək bu insanı işə daxil edəsiniz, ən azı bu insan işləsin ki, bir təcrübəsi olsun. Bu insan işləməyə heç yerdə necə təcrübəsi ola bilər? Mən başa düşə bilmirəm. Bu dolayı yolunu insana ələ salmaqdır, məsxərə eləməkdir, insana rışxənd eləməkdir, insanı bir də sındırmaqdır, kiçiltməkdir. Yəni mən başa düşmürəm. İnsan gərək hardasa işləsin ki, ona ən azından belə deyək, nəyisə təcrübəsi olsun. Bu insan heç yerdə işləməyibsə, onun necə təcrübəsi ola bilər? O necə təcrübə qazana bilər? Yəni bu sadəcə olaraq absurd və gülməli bir hadisədir. İnsan sanki qarşı tərəf insanı kiçildir, alçaldır. Yəni onu əzir öz sözləri ilə. Ayıb olsun belə rəhbərliklə.